Gündüz aydın olsun Azərbaycan xalqı. İlk öncədən cənab nazirimiz Vilayət müəllimi Eyvazov olmaqla bütün daxili işlər orqanlarının əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm və salamlayıram. Cənab prezidentimizin yanvar ayına verdiyi sərt tapşırıqla bağlı layiqincə tədbirləri gördülər. Hansı ki, Velizar kimi insanların bugünkü gün ölkədə hansısa bir cinsi azlıqlarının sevilməyinin qarşısına aldılar və həbs qəti imkan tədbiri görüldü. Ona görə də mən sizə dərin minnətdarlığımı bildirirəm. Bütün daxili işlər orqanlarının, bizim şərəfli polisimiz sizi var olun ki, bugünkü gün qeyrətli insanların səsinə səs verdiniz. Xalqın yox, qeyrətli insanların səsinə səs verdiniz. Bugünkü gün xalqın içində o cinsi azlıqlara, hansı ki onlar fərqinə varmırlar ki, bu cinsi azlıqlar hardan maliyyələşir, hansı bir qurumdan maliyyələşir. Nəinki sevməyə cəhd göstərmək, o insanlar artıq bu cəmiyyətə həmin o cinsi azlıqları reklam və sevgi ilə belə öz evladlarına aşılayırdılar. Var olun, daxili işlər orqanları bugünkü gün siz onun qarşısını aldınız. Allah xalqımızı, dövlətimizi qorusun. Bugünkü gün biz hamımız çalışıb dövlətçiliyimizi, millətçiliyimizi qorumalıyıq. Bugünkü gün biz hər bir şeydə müraciət eləməliyik. Cənab prezidentimizin bir yaxşı sözü var. Deyir, siz işıqlandırın, siz müraciət eləyin. Biz onunla bağlı tədbir görək. Ona görə də əziz xalqım, siz adi elementar ola bilsin, kimsə müraciət formasını bilmir, ola bilsin nə cür danışacağını bilmir. Sadəcə siz müəyyən bir məsələləri yaxşı olar ki, bu sosial şəbəkələr bugünkü gün imkan yaradır. Cənab nazirimizə və yaxud da hansısa daxili işlər orqanlarına və yaxud da digər qurumlara, hansısa bir məhkəmə qurumlarına və yaxud da hansısa bir güc strukturlarına müraciət eləməyə yaxşı imkanlar yaradır. Ona görə bu imkanlardan faydalanın. Gördüyünüz negativləri paylaşın. Mən bugünkü gün, mən razıyam ki, bugünkü gün ilk sosial şəbəkədə dövlətimizə, xalqımıza müraciət edən bu Velizarla bağlı insan mən olmuşam. Və məndən sonra da Elçin Ləmbəranski, Allah onu var eləsin, Araz Əhmədov var olun. Demək ki, mən də bir də əlavə edirəm ki, bu ölkədə video blogerlərin, sosial şəbəkələrdə, tiktokerlərin içində demək ki, Elçin Ləmbəranski ilə Araz Əhmədovdan başqa heç kimi narahat eləməyib bu məsələlər. Allah xalqımızı, dövlətimizi qorusun. Allah xalqın qeyrətini qorusun. Yəni, o digər insanlar mənə maraqlı deyil. Var olun Azərbaycan xalqı, Allah dövlətimizi, xalqımızı qorusun. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Eləyərsən, dərsini alarsan. Necə ki, dərsini vermiş